Bu C variantıdır. C variantının short tekstlərinə baxaq. Belə ki, 5-ci sualla davam edirik. 5-ci sualda bildirilir ki, kitabxana bağlıdır və görüş səbəbindən 5-ci tekstin düzgün cavabı olacaq. Məsələn, A variantı səhvdir, dəvət olunmur. B variantı həftə sonu qaytarılmır. Burada 4-cü günü nəzərdə tutur. 4-cü gün sonu. Bu da həftə sonu sayılmır. Və deyir will be closed. Birinci gün axırına kimi yox, birinci gün səhər açılacaq. Düzgün cavab burada Y variantı olacaqdır. 6-cı sualla baxırıq. 6-cı sualda bizim mətnimizdə üzr istəyir ki, ondan Elizabet iştirak etmədiyinə düzgün cavab A variantıdır. Belə ki, B variantı niyə səhvdir? Onun burada Ridgewell qəbul etmir. Bu hissə səhvdir. C variantı ona tarixi dəyişmək istəmir. D variantı da deyir ki, qəbul edir, qəbul etmir. Y variantda isə deyir ki, gələn həftə Jack ilə səyahət edəcək. Elizabeth Brown is traveling Edinburgh. Is traveling with Jack. Gələn həftəmi? Burada suallardan diqqət etsək, düzgün cavab o deyildir. Belə ki, 7-ci sualla davam edirik. 7-ci short tekstdə Jane will meet Oscar as a museum. Xeyr, burada Oscar describe Jane how he spent his weekend. Düzgün cavab D variantı olacaqdır. Belə ki, mətnə keçək. Mətnimiz 8-ci sualla davam edirik. 8-ci sualda belə ki, bir sıra the number of the reports about the higher creature increased Bigfoot hunters. Belə ki, orada deyilir ki, burada düzgün cavab olacaq decided to look for, onu axtarmaq qərarına gəlir. D variantıdır. Niyə? Bu sualın təsdiqi buradadır. Bigfoot tried to find this creature. 9-cu sual mətn nə haqqındadır? Daha çox birinci, ikinci cümlələrə köklənirik. Burada baxırıq ki, some people in North America reported a strange monkey-like creature, Bigfoot. It's believed it's very tall. İnanılmaz. Yəni qeyri-adi məxluqdan danışır. Belə ki, düzgün cavab burada a strange creature. C variantı in North America. Düzgün cavab C variantı olacaqdır. 10-cu sualda səhv fikri istəyir. Səhv fikri baxırıq ki, burada qeyd olunub ki, discussion about higher creature have ended. Xeyr, bu fikir səhvdir. Niyə səhvdir? Çünki burada deyir ki, it seems that this discussion will continue. Hələ uzun müddətlə davam edəcəyini bildirilir. 11-ci sualda how did two men in North America try to prove Şimali Amerikadan olan iki şəxs necə sübut etdi Bigfoot'u gördüklərini? Onlar videoda qeyd etmişlər, video çəkmişlər. Düzgün variant D variantıdır. Bu sualın təsdiqi isə burada mətndə qeyd olunmuşdur. Baxaq. They filmed the Bigfoot near the area. Bax, bu hissədə the video showed a large creature. Bu hissə düzgün cavabdır. Daha sonra 12-ci sual açıq sualdır. Düzgün fikir istəyir. Birinci sual səhvdir cümlə. Çünki South deyil, North America olmalıydı. 4 da ona görə səhvdir ki, 3 ona görə səhvdir ki, burada 4 ayaq yox, 2 ayaqlı danışırdı. Düzgün cavab 2, 4 düzgün cavabımız olacaqdır. Daha sonra bu qədər. Videonu bəyənməyi unutmayın.